Salam əziz dostlar, əziz şahmatçılar. Bizim bugünkü qonağımız Azərbaycanın məşhur şahmat simalarından biri, beynəlxalq grossmeyster Azər Mirzəyevdir. Azər Mirzəyev bizi ilə həm məşqçi müəllim yoldaşı, həm çox gözəl bir şahmatçıdır, çox gözəl belə deyək, şahmata neçə illərdir fayda vermiş bir insandır. Və mən adətən ümumiyyətlə sosial şəbəkə səhifələrimdə şahmat dərsləri haqqında paylaşımlar edirəm və bu dəfə fikirləşdim, Azər müəllimin şəxsi yaradıcılığı və ümumiyyətlə şahmat haqqında olan fikirləri barədə kiçik bir icmal kimi təqdim edir. Azər müəllim, xoş oldu sizinlə görüşmək. Sağ olun. Və ümumiyyətlə Azər Mirzəyev və şahmat deyəndə biz nə başa düşürük? Özünüzü xahiş edən bir qısa təqdim edin. Beynəlxalq grossmeysterəm, yəni Azərbaycanın 4-cü grossmeysterəm, müstəqil Azərbaycanın və bir çox beynəlxalq turnirlərin qalibiyəm. Bu qədər məşqçiyəm, əməkdar məşqçiyəm. Aha, laf gözəl. Azər müəllim, ümumiyyətlə neçə yaşından şahmatla məşğul olur? 6 yaşımdan başlamışam şahmatla məşğul olmağa və peşəkar olmaq qərarını hardasa 14-15 yaşında olanda artıq vermişəm. Aha, aydındır. Azər müəllim, çox sağ olun. İlk turniriniz və ümumiyyətlə ən böyük nəticəniz şahmatda xatırladığınız, sizin üçün daha önəmli olan, yəni hansını qeyd etsəz? İlk yadda qalan, bəlkə indi çoxlarına bu böyük nəticə kimi görünməyə bilər, amma ilk böyük nəticəm mənim yadda qalan elə iştirak etdiyim Bakı çempionatı olub. Bakı çempion olmuşam 9 yaşındaykən. Yəni o vaxtlar rəqabət çox güclüydü, çox yüksəkdi və mən elə o turnirdə 8 xal yarım yığaraq qalib olmuşdum. Və bu turnirdə hər zaman mənim yadımda, ən yadımda qalan turnirlərdən biridir. Həm də böyük nəticə üçün çox önəmlidir. Bəli. Ümumiyyətlə, Azər Mirzəyev grossmeyster olmaq üçün şahmatçılara nə tövsiyə edir? İlk növbədə şahmatı sevmək lazımdır. Yəni, məğlubiyyət acılarını yaşamağı bacarmaq lazımdır, ruhdan düşməmək lazımdır. Təbii ki, burada valideynlərin də dəstəyi böyük rol oynayır və yəni məqsədə doğru irəliləmək, çalışmaq və xırda uğursuzluqlara baxmamaq. Azər müəllim, ümumiyyətlə klassik şahmatçılardan və müasir hazırda olan dünya çempionları fərqi yoxdur, aktiv oynayan şahmatçılardan top 10'da, top 20'lik deyək. Yəni kimi, yəni yalnız bir nəfər seçəsi olsanız da, yəni kimi seçərdiniz? Bir qədər çətin sualdır. Sırf heç kimi qeyd etməzdim mən. Yəni var, yaxşı şahmatçılar, gözəl şahmatçılar. Maraqlı yəni. Seçim. Şəhriyarı seçmək olar. Əla. Şəhriyarı seçmək daha uyğundur. Və mən sualları tərtib edən çox az sayıda sual tərtib elədim. Və mənim üçün də ən maraqlı olan, adətən biz şəxsi söhbətlərimizdə, belə zarafatlarımızda bu barədə danışırıq. Şahmatçı olmasaydınız, yəni hansı peşəni seçərdiniz? Yəni, bir çox maraqlı peşələr var, yəni. Amma sən yəqin ki, həkim olardım əgər şahmatçı olmasaydı. Nə gözəl, Azər müəllim həkim kimi də təsəvvür edirik. Və Azər müəllimin ümumiyyətlə mənim Cahangir Chess kanalına, nə bilim, sosial şəbəkələrimizə fikri, yəni tapşırıqları, tövsiyəsi. Çox gözəl kanaldır, yəni özüm də hər zaman izləyirəm onu. TikTok'da olsun belə, YouTube'da olsa belə. Yəni maraqlı kanaldır, faydalıdır, yəni daima məsələn uşaqlar üçün lazımi faydası olacaq bir məsələlər, tapşırıqlar verilir. Yəni heç sadəcə olaraq gələcək fəaliyyətinizdə uğurlar arzu edərdim sizə və günü-gündən izləyici sayı da toparlayır, artır və gələcək fəaliyyətinizdə uğurlarsınız. Çox sağ olun Azər müəllim, minnətdaram. İnşallah ki, bu layihəni sizinlə daha başqa bir formatlarda davam edərik. Təşəkkür edirəm. Siz sağ olun, sizə də uğurlar. Oldu, təşəkkür edirəm.